Salam, gəlin bugün birlikdə 1-ci sinifə aid olan noyabr sınağını işləyək. Birinci sualımıza baxaq. Hansı sözdəki hərf sayı digərlərindən daha çoxdur? Baxırıq, A variantında ara sözündə 3 hərf var. B variantında nar sözündə 3 hərf var. C variantında da baxırıq 4 hərf var. Deməli, C variantındadır. 2-də deyir ki, hansı şəkil adını bildirən sözün ilk hərfi digərlərindən fərqlənir? Birinci adlarını buraya yazaq. A variantında yazılıb corab. B variantında ördək. C variantında isə cücə. Baxırıq, A və C variantları samitlə başlayıb, amma B variantındakı ördək sözü saitlə başladığına görə bu digərlərindən fərqlidir. 3-də deyir ki, şəkilə əsasən buraxılmış hərf hansıdır? Armud sözüdür. Burada armud yazmalıyıq. Ona görə M hərfi buraxılıb. Hansı şəkil adını bildirən söz saitlə başlayıb samitlə bitir? Yazırıq bura zürafə. Zürafə. Sonra zürafə sözünə baxırıq. Zürafə sözü də samitlə başlayıb saitlə bitir. Deməli, zürafə sözü deyil. Baxırıq ilan sözünə. İlan. İlan sözündə I saitdir, N samitdir. Bizə də saitlə başlayıb samitlə bitən istədiyinə görə bunu götürürük. Arı sözünə baxaq. Arı sözündə isə saitlə başlayıb saitlə bitir. Ona görə bunu da götürmürük. B variantı. 5-də hansı söz hecalara düzgün ayrılmamışdır? Baxırıq A variantına. Pərdə düzgündür. Maral. Maral. Artıq burada belə hecaya bölünməlidir. Deməli, buradakı səhv verilib, düzgün ayrılmayıb. 6-da da deyir ki, hansı söz böyük hərflə başlayır? Baxırıq, dəftər sözündə D hərfi böyük hərfdir. 7-də deyir ki, hansı cümlənin yalnız sual cümləsi kimi başa düşmək olar? Durğu işarələri buraxılmışdır. A variantına baxırıq. Hamı evdədir. Bu həm nəqli cümlə kimi başa düşülür. Hamı evdədir, həm də sual cümləsi kimi başa düşülür. Artıq intonasiyadan asılıdır burada. Həm nəqli, həm sual cümləsi kimi başa düşmək olar. Ona görə bunu götürmürük. Bizə deyir ki, yalnız sual cümləsi kimi başa düşülsün. Kim mənimlə gedir? Artıq burada fikir versək, görərik ki, kim mənimlə gedir? Bu sual cümləsidir. Çünki bizdən cavab tələb edir. Deməli, B variantındakı kim mənimlə gedir cümləsini yalnız sual cümləsi kimi işlətmək olar. C-də yanğın zamanı 101-ə zəng etmək lazımdır. Bu həm nəqli cümlədir, həm də yanğın zamanı 101-ə zəng etmək lazımdır. Görürsünüz, burada da yenə intonasiyadan asılıdır. Həm nəqli, həm də sual cümləsi kimi işlətmək mümkündür. 8-də deyir ki, hansı sözdə nöqtələrin yerinə R samiti uyğundur? Baxırıq, kəndir. Kəndir. Deməli, bir dənə A variantına uyğundur. Çanta sözündə çanta, burada da Ğ, nağıl olur. A variantına uyğundur. Şəkil adını ifadə edən sözlə bağlı doğru fikir hansıdır? Şəkil adını ifadə edən sözlə bağlı doğru fikir deyir. Ona birinci şəklimizin nə görürük? Soğan. Soğan yazaq bura. Soğan. Deyir ki, saitlə başlayır, saitlə bitir. Xeyr, samitlə başlayıb, samitlə bitir. S da, N da samitdir. Samitlə başlayır, samitlə bitir. Düzdür. Dedik ki, S və N samitdir. B variantı. Onda deyir ki, hansı şəkil adı bildirən sözdə K hərfinin ifadə etdiyi səs digərlərindən fərqlənir. Baxırıq, kirpi. Kirpi. Burada hansı səs eşidirik? Burada Ç səsini eşidirik. Kələm sözündə baxaq görək. Kələm. Kələm sözündə də Ç səsini eşitdik. Karandaş sözünə baxaq. Karandaş. Karandaş sözündə artıq biz K səsini eşitdik. Burada üzərində bu işarə olanda K olur. Amma üzərində işarə olmayanlar Ç səsini ifadə eləyir. Deməli, C variantında karandaş sözündə K səsini ifadə edibdir. Yerdə qalanlarda isə Ç səsini ifadə edib.
Oxuyub anlama hissəsinə keçək. Deyir ki, Sevinç yay tətilində kəndə babası gilə gedir. Babası Sevinclə maraqlı oyunlar oynayır. Onu gəzməyə aparır. Buna görə də Sevinç mətni necə tamamlamaq olar? Kəndə getmək istəmir. Xeyr, yəqin ki, babasından oynamaq onun xoşuna gəldiyinə görə kəndə getməyi xoşlayır olar. 12-də deyir ki, Cəmil atası ilə birlikdə alma ağacı əkdi. O hər gün ağaca qulluq etdi. İllər keçdi, ağac məhsul verdi. Cəmil ağacdan alma dərdi. Qoxuladı və dedi, ata, bax, qoxusu çox gözəldir. Atası dedi, bala, bu zəhmətin ətridir. Mətnə uyğun gələn başlıq hansıdır, deyir. Gözəl təbiət, bol məhsul, zəhmətin ətri. Zəhmət çəkdilər, artıq onun bəhrəsində gördülər. 13-də deyir ki, arı balaca bir buğda dənəsini sərçəyə verdi. Bu sərçənin gözləri görmürdü. Sən demə, bir vaxtlar sərçə arıya kömək edibmiş. İndi arı ən çətin günündə onun yanında olub ona kömək edir. Mətnə uyğun gələn atalar sözü hansıdır? Yaxşılıq itməz. Deməli, əvvəl sərçə arıya kömək etdiyinə görə yaxşılıq eləyib ona. İndi də arı o yaxşılığı itirməyib, sərçəyə kömək eləyir. 14-də deyir ki, gün çıxmışdı. Atam qardaşımla məni parka apardı. Orada çoxlu uşaqlar var idi. Biz onlarla oyun oynadıq və birlikdə çox əyləndik. Mətnin giriş cümləsi hansıdır, deyir. Qardaşım balacadır, xeyr, bazar günü, yəqin bazar günü idi, gün çıxmışdı, budur. Mən məktəbə gedirdim, artıq məktəbə gedir, parka gedə bilməz ki. B variantı bazar günü idi, gün çıxmışdı. 15-də deyir ki, şəkildə hansı fəsil təsvir olunmuşdur? Baxırıq artıq hər tərəf sapsarıdır, yəni artıq yaşıl yarpaqlar sarı rəngə, qızıl rəngə çevrilib və payız fəslidir bu. 16-20-ci suallar mətnlə bağlıdır. Mənim adım Güneldir. 6 yaşım olduğu üçün bu il məktəbə gedəcəyəm. Məktəbin başlamağına çox az qalıb. Anamla birlikdə məktəb hazırlığına getdik. Mənim atam həkimdir. Biz çanta, dəftər, qələm və başqa lazımlı əşyalar aldıq. Mən məktəbə getməyə hazıram. Mətnin son cümləsi hansı olar? Həyəcanla ilk dərs günümü gözləyirəm. Məktəbə getmək istəmirəm. Məktəbə getməkdən qorxuram. Artıq burada o, məktəbə getməyə hazıram deyir. Yəni, həyəcanla ilk dərs gününü gözləyirəm olur. 17-də deyir ki, hansı cümlə mətnə uyğun gəlmir? Burada deyir ki, mənim atam həkimdir. Onun artıq bu cümləyə dəxli yoxdur. İkinci, yəni, mənim atam həkimdir, o cümləyə aid deyil. 18-də deyir ki, mətnə əsasən hansı şəkildəki əşya alınmayıb? Baxaq, deyir ki, biz çanta alıblar, dəftər alıblar. Kitabdır bu, dəftər deyil onda. Qələm və başqa əşyalar aldıq. Qələmi alıblar, amma kitab almayıblar. Bu kitabdır, dəftər deyil. Deməli, kitab almayıblar. 19-da deyir ki, mətnə əsasən Günel məktəb bazarlığına kiminlə gedib? Baxırıq ki, burada deyir ki, anamla birlikdə məktəb bazarlığına getdik. 20-də mətnə əsasən hansı doğru deyil? Günelin 6 yaşı var. Düzdür, burada deyir, mənim 6 yaşım var. Günel bu il məktəbə gedəcək. Düz deyir, burada bu il deyir, mən məktəbə gedəcəyim. Günel məktəbə getmək istəmir. Xeyr, orada deyir ki, mən məktəbə getməyə hazıram. Artıq getmək istəyir yəqin ki. Riyaziyyata aid olan hissəyə keçək. 21-də deyir ki, şəkli əsasən masanın altındakı nədir? Baxırıq, masanın altındakı stulun altındakı topdur. Topu götürə bilmək o stulun altındadır. Masa budur. Masanın altındakı da pişikdir. Eminin sağında kim dayanıb? Eminin sağında baxırıq ki, Ayan dayanıb. Bura sağ tərəfdir, bura sol tərəfdir. Növbəti meyvə hansı olmalıdır? Baxırıq, çiyələk, armud, alma. Bu üçü bir qruplaşıb. Çiyələk, armud, alma. Bu üçü də bir qruplaşıb. İndi təzə yeni bir qrup yaratsaq hansı birinci gəlir? Baxırıq. 1, 2, 3. 1, 2, 3. Yenə bura birinci gəlməlidir. Çiyələk. 24 deyir ki, Nuray ədədləri ardıcıl yazır. Növbəti ədəd hansı olacaq? Baxırıq. 0, 1, 2, 3, 4. 4-dən sonra hansı ədəd gəlir? 5.
25-də arı hansı istiqamətdə getsə, sarı çiçəyə çatar. Bir xana A variantına baxaq, deyir ki, bir xana sağa gəlib, 2 xana yuxarı getsə, qırmızı çiçəyə çatır. Deməli, A variantı deyil. Baxaq, indi B variantının 2 xana deyir, sağa gəlsə. 1, 2, 2 xana sağa gəlib, 2 xana yuxarı getsə, artıq sarı çiçəyə çatmış olur. Deməli, burada B variantı. Növbəti hissəyə keçid edək. Növbəti hissədə deyir ki, hansı səhvdir? Baxırıq, burada bir nöqtə var, deməli 1-ə bərabərdir. Burada artıq heç bir nöqtə yoxdur, 0-a bərabərdir. Artıq burada sayırıq 1, 2, 3, 4, 5, 6. 6-dır burada, 6 7-yə bərabər deyil. 6 7-dən kiçikdir. 27-də boş xanaya hansı ədəd yazılsa müqayisə doğru olar. 5-dən kiçik ədəd yazmalıyıq biz bura. Yəni 5-dən böyük, 5 həmin ədəddən böyük olmalıdır. Burada da 5 yalnız 3-dən böyükdür buradakılarda. 28-də deyir ki, sağdan 4-cü şar hansıdır? Baxırıq sağdan 1, 2, 3, 4. Sağdan 4-cü şar yaşıldır. Səhv müqayisə hansıdır? Deyir ki, baxırıq ilə A variantına deyir 4 9-dan böyükdür. Yox, əslində bu belə olmalıdır. 4 9-dan kiçikdir olmalıdır. 30-da deyir ki, hansı kubların sayı kəpənəklərin sayına bərabərdir? Baxırıq, sayaq birinci görək neçə kəpənəyimiz var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Deməli, 9 kəpənəyimiz var. İndi kublarımızı sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8 kubumuz buradadır. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 kubumuz buradadır. Deməli, B variantındakı kubların sayından kəpənəklərin sayı bərabərdir. Həyat bilgisi hissəsinə keçək. Burada deyir ki, işıqforda sarı işığın yanması nədir? Yolu keçməyə hazırlaşın. 32-də deyir ki, boşluğa nə yazılmalıdır? Baxırıq ki, oğlan yıxılıb, o birisi oğlan da ona kömək eləyir. Deməli, qaldırır. Onda o da təşəkkür eləyir də. Deyir ki, təşəkkür eləyirəm məni qaldırdığına görə. 33-də deyir ki, zəfər günü nə zaman qeyd edirik? 8 noyabr zəfər günü kimi qeyd olunur. 9 noyabrda bayraq günüdür. 34-də cümləni tamamlayın deyir. Qarabağımızın simvoludur. Bilirik ki, xarı bülbül yalnız orada bitdiyinə görə xarı bülbül Qarabağımızın simvoludur. 35 hansı şəkildə nəzakət qaydalarına əməl olunmamışdır? Baxırıq, indi burada görürük ki, birinci A variantında görürük ki, artıq sərnişin sürücü ilə mübahisə eləyir. Sürücünün diqqətini yayındırdığına görə burada nəzakət qaydalarına əməl olunmamışdır. Hansı uşaq sinifin intizam qaydasına əməl etməmişdir? Ada deyir ki, mən sinif otağının döşəməsinə zibil atıram. Görürük ki, bu artıq sinif otağını zibilləmək olmaz. Ona görə də bu intizam qaydalarına əməl etmir A variantında. 37-də deyir ki, hansı fikir doğrudur? A variantı deyir ki, sinifin divarlarına rəngli şəkillər çəkmək olar. Xeyr, çəkmək olmaz. Bu səhvdir. B variantı, hər kəs intizam qaydalarına əməl etməyə bilər. Xeyr, hər kəs intizam qaydalarına əməl etməlidir. Bu da səhvdir. İntizam qaydalarına əməl etmək vacibdir. Bəli, C variantı düzgün variantdır. 38-də deyir ki, hansı Azərbaycana aid pul nişanı deyil? Baxırıq, 1 manat və 20 manat Azərbaycana aiddir. Amma buradakı isə Azərbaycana aid olmayan pul vahididir. Pul nişanıdır. 39-da deyir ki, hansı şəkildə yol hərəkəti qaydalarına əməl olunmur? Burada baxırıq A variantına ki, orada piyada keçidi olmadan piyada özünü maşının qabağına atır. Yəni, burada belə olmaz. Bax, B variantında piyada keçidi var və uşaqlar orada keçməyə hazırlaşırlar, maşında dayanır. C variantında isə onlar yerüstü keçiddən istifadə edirlər. Amma burada A variantında heç bir keçid olmadığına görə piyadanın oradan keçməsi düzgün deyil. 40-da deyir ki, hansı şəkildə ailə təsvir olunmuşdur? Baxırıq, burada da B variantında artıq ana, ata və qız. B variantında ailə təsvir olunub. Növbəti hissə isə ingilis dilinə aiddir. 41-də deyir ki, doğru variantı seçin. What is your name? Deyir ki, sənin adın nədir? I am 5. A variantına deyir, I am 5. Mənim 5 yaşım var.
Biz ona deməliyik ki, mənim adım, məsələn, Nuray yazıblar. İndi burada Nuray. B variantına deyir ki, my name is Nuray. Mənim adım Nuraydır. Deməli, B variantıdır. What is your name? Sənin adın nədir? Ona cavab olaraq deyir ki, my name is Nuray. Mənim adım Nuraydır. Hello isə salam deməkdir. 42-də deyir ki, doğru şəkli seçin. İndi baxırıq. Oğlan deyir ki, I am 6. Yəni, mənim 6 yaşım var. Onun 6 yaşı varsa, deməli, tortunun üzərində neçə şam olmalıdır? 6. Baxırıq, B variantındakı tortun üzərində 6 dənə şam var. 43-də deyir ki, şəklə əsasən doğru variantı seçin. Baxırıq, bu 8, 8. İngilis dilində 8 deməkdir. B variantı. 4, 4, 9 isə 9-dur. 8, 8 deməkdir. 44-də deyir ki, cümləni tamamlayın. I am. Baxırıq, qız utanır. Tired, yorğun, mad, qəzəbli, shy, utancaq deməkdir. Deməli, deyir ki, I am shy, mən utancağam. 45-də deyir ki, hansı uşaq həyəcanlıdır? Baxırıq, C variantında excited, həyəcanlıdır. 46-da deyir ki, doğru variantı seçin. Deməli, bu qız nəsə soruşub, oğlan da ona cavab verib ki, I am 10, yəni mənim 10 yaşım var. Qız deməli ondan soruşub ki, sənin neçə yaşın var? Həmin cümləni tapmalıyıq. How old are you? Elə burada deyir ki, sənin neçə yaşın var? A variantında deyir, sənin neçə yaşın var? How old are you? I am 10. Mənim 10 yaşım var. B-də what is your name? Sənin adın nədir? C-də isə deyir ki, how are you? Necəsən? 47-də deyir, uyğunlaşdırın. Mad, nə dedik? Mad, hirsli, qəzəbli. Sick, xəstə. Happy isə xoşbəxt deməkdir. C variantı. 48-də deyir ki, doğru variantı seçin. How are you? How are you? Necəsən deməkdir. I am tired. Yəni deyir ki, baxırıq o əsnəyir, yorğundur. I am tired. Yəni mən yorğunam. 49-da deyir ki, salamlaşmanı seçin. Bayaq buradakı, yox o tərəfdə idi. O dedi ki, hello, salam deməkdir. Bye, sağ ol deməkdir. 7 isə 7 deməkdir. 50-də deyir ki, tərcümə edin. Are you sad? Sən qəmginsən. Burada are qabaqda olduğuna görə, you-dan şəxs əvəzliyi ilə qabaqda olduğuna görə are sözü sual mənasını bildirir. Sən qəmginsən. B A variantı. Burada sual olmasa, sən qəmginsən olsa yazardı ki, you are sad. Artıq burada bizə sual verir. Are you sad? Məntiq hissəsinə keçid edək. Məntiqdə də deyir ki, 2 üçbucaq, 2 dördbucaq kvadrata bərabərdirsə, 1 üçbucaq neçə kvadrata bərabər olacaq? Elə bil ki, buradan birini silinibdir də. 1 üçbucaq 1 kvadrata bərabər olur. 52-də deyir ki, bunun üzərinə bunu gəldikdə hansı alınır? Baxırıq, birləşdirəndə hansı alındı? B variantı. Uyğun sözü tapın deyir. Sərçə, qartal, bayquş. Baxırıq, quş artıq bunların uyğun olduğu məna qrupudur. Onu götürmürük. Ümumi mənaları quşdur. Bizə lazımdır ki, o ardıcılığı davam elətsin. Yəni, orada da bir quş yazaq. Əlavə bir quş adı yazmalıyıq ora. Maral heyvan adıdır, göyərçin isə quş adıdır. Göyərçini yazmalıyıq. 54-də deyir ki, fərqli sözü tapın. Yaşıl, qara, alma. A variantından B variantı rəng bildirir, amma alma meyvə bildirdiyinə görə bir alma o birislərdən fərqlidir. 55-də deyir ki, A üçbucaqdır. N kvadrata bərabərdir, T dairəyə bərabərdir. Ana sözü üçbucaq, kvadrat, üçbucağa bərabərdir. Bəs ata sözü nəyə bərabər olacaq? Deməli, ata sözü də üçbucaq, dairə, üçbucağa bərabər olacaq. Çünki bizdə verib ki, A üçbucaqdır. Biz də A-larını yerinə üçbucaq yazıb, T-nı da yerinə dairəni yazırıq. B variantı. 56-da deyir ki, birinci qrupda 0, 2, 4, 6 baxırıq, cüt ədədləri verib. İkincidə 4, 6, 8, 10. Burada da yenə cüt ədədləri verib. Yox, 2, 2 artıb burada. 0, 2, 4, 6, 2, 2 artıb. 4, 6, 8, 10, 2, 2 artıb. 1, 3, 5, yenə burada da 2, 2 artırsa 5-dən sonra hansı ədəd gələcək? 7.
57-də deyir ki, baxırıq, burada 3 bucaq, kvadrat və 5 bucaqlı veribdir. Demək, 3 bucağın neçə tərəf var? 3. Kvadratın neçə tərəf var? 1, 2, 3, 4, 4. 5 bucaq, 1, 2, 3, 4, 5. 5 bucaqlının neçə tərəf var? 5. Deməli, 3, 4, 5. Deməli, bu sualın yerində 6 bucaqlı olacaq. Yəni, B variantı. 58-də deyir ki, sözlər arasındakı əlaqəyə əsasən uyğun variantı tapın. Arı balı əmələ gətirir. İnəkdən də süd əldə eləyirik. Ona görə A variantı. 59-da deyir ki, deməli, 3 bucağa 4 göstərilib. 3 bucağa 4 göstərilib, 4 bucağa 5 göstərilib. 6 bucaqlıya nə göstərməlidirlər? Hamısına, bax, 3-dən sonra 4 gəlir, 4-ü göstəriblər. 4-dən sonra 5 gəlib, 5-i göstəriblər. 6-dan sonra 7 gələcək. Deməli, biz də burada 7-ni seçməliyik. 60-da da deyir ki, birincidə görürsünüz sola baxır, ikincidə yuxarı baxır, üçüncüdə sağa baxır, dördüncüdə də deməli aşağı baxacaq. Yəni B variantı. Bütün suallarımız bitdi. Bugünlük bu qədər. Hələlik.